Gədəbəydə ağır yol qəzası baş verib. Məlumata görə qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış. Təbibdən bildirilib ki, sentyabrın 24-də Gədəbəy rayonunda baş verən yol qəzası səbəbilə 16 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub. Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə şəhər birləşmiş xəstəxanasına, 13 nəfər isə Şəmkir rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Müalicəsi tibb müəssisələrində davam etdirilən pasientlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir. Bugün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən VAZ 2106 markalı minik avtomobildə Daimler Benz markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb. Hadisə yerinə dərhal yol patrul xidməti əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülmüşdür. Qəzanın nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Baş Dövlət Yol Polis İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, sükan arxasında diqqətsizlik və yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə gətirib çıxarır. Hər kəsdən qaydalara ciddi riayət olunması tələb olunur.